Bunu indiyə qədər heç kəsə danışmamışam və heç kəs bilmir. Bir mənim rəhmətli anamdan sabah. 1943-cü ildə mənim 20 yaşım vardı. Bizim ailədə çətinliklər var. Mən də anamda bir nəzir dedik. Gəldim Bakıya, getdim İçəri şəhərdə Mir Mövsün ağanın evinə. Onu ziyarət etdim və nəzirimi də ona verdim. Ziyarət etmişəm sağlığında. Tüm bu şeylər qadağanıdır. Onda da laf oldu. Onun lafı oldu. Kəskin vaxtıydı bu şeylər. Amma mənim qəlbim və rəhmətli anamın mənə məsləhətləri məni gətirdi ora çıxardı. Yəni, üzüm mən sizə deyim, mən bura xəlbət getmişəm. Fikirləşirdim ki, görəsən, məni gördülər, ora-bura çağıracaqlar, məni qısnayacaqlar. Mənə bir şey edəcəklər. 5-10 gün keçəndən sonra gördüm bir şey taki yoktu. Belə başa düşdüm ki, mən oraya getməyimi heç kəs bilməyibdi. Bu qalıb bir mənim özümün qəlbimdə, bir də anamın qəlbində.